sen gönder. Evet. Var bende. Hı. Bunu bir dənə belə eləyək. Aha. Baxın bura. İndi siz narahat olmayın. Zamanları hələ keçməmişik. Bu zamanların ən asan variantının üzərində qurulur da məchul növ. İstəyirsiniz mən dedikcə sizin də qarşınızda bir vərəq varsa ora qeyd eləyə bilərsiniz konspekt formasında. İndiki zaman əmizadı. Əmiza yəni məchul növdən danışıram ha. Məchul növün indiki zamanı əmiza üzərindən qurulur. İndiki zamanı. Keçmiş zamanı isə vozvə üzərindən qurulur. Hələlik bu iki zamanı başa salım sizə. İndiki zamanı qurulacaqdır əmiza üzərində, keçmiş zamanı qurulacaqdır vozvə üzərindən. Və uşaqlar, məlum növdəki cümləni oxuyursunuz. Məlum növdəki cümlənin tamamlığı məchul növ cümlənin mübtadəsi olmalıdır. Məsələn, məlum növdə Azərbaycan dilinin qrammatikasından da bilirik. Hərəkəti icra eləyən şəxsdirmi, ya kimdirsə, yəni məlum olur da. Bilirik ki, bu işi kim icra eləyir. Amma məchul növdə bilmirik o işin kim tərəfindən icra olunduğunu. Məchul növdür bu, passive voice-dur. Baxın, the office is cleaned every day. Qoy bunu bir də məlum növünü tapım sizə. Baxın budur. Compare active and passive. Active məlum növdür, passive məchul növdür. Somebody sözünü siz qeyri-müəyyən əvəzi olsa belə, o burada mübtadədir. Bəzən tələbələr mənə deyirlər ki, müəllimə, kimsə deyir axı, kimsə də bilmirik axı o kimdir da. Niyə bunu biz məlum növ kimi götürürük? Ona görə məlum növ kimi götürür ki, cümlədə mübtadə rolundadır. Məchul növdə cümlənin mübtadəsi olmur. Və əgər bir cümlənin mübtadəsi varsa, deməli o mütləq məlum növdə olan cümlədir və bu cümlədə somebody mübtadə kimi çıxış eləyibdir. Siz narahat olmayın, orada qeyri-müəyyən əvəzlik kimidir. Ondan narahat olmayın. Kimsə hər gün ofisi yığışdırır. Cümlədə tamamlığı tapıram. Cümlədə tamamlığı tapıram. Cümlənin tamamlığı, deməli kimsə hər gün ofisi yığışdırır. Burada ofis tamamlıqdır. Və deməli həmin bu tamamlıq bizim məchul növdə mübtadəmiz olacaqdır. The office, deməli burada nə edirəm? Baxıram ki, feilin sonunda s var. Ya s ya da s onun indiki qeyri-müəyyən zamanda olduğunu bildirir. İndiki qeyri-müəyyən zamanda olduğunu bildirir və deməli indiki qeyri-müəyyən zamanın məchul növü necə düzələcəkdir? Əgər birdən təkdədirsə iz qoyacağıq. Cəmdə olan bir şeyin yanında ar olur. Əgər burada offices olsaydı are yazılacaqdı. Bir dənə office deyə is və məchul növü düzəldəndə qoy burada düzəldilməsini verməyiblər də. Elə bil ki, əmiz a ya da vozvö üstə gələk. Bu elə bil ki, kitabın arxasından siz həmişə əzbərləyirdiniz. Məsələn belə deyim də, go indiki zamandır, went keçmiş zamandır, gone üçüncü sıraydı, bitmiş forma. Am, is, a ya da vozvö üstə gələk həmin o üçüncü sırada olan sözü qoymalısınız, P2-nu. Ona P2 deyirlər. Üçüncü sırada olan sözü qoymalısınız. İzi qoydunuz. Dalınca indi burada clean, cleaned, cleaneddir deyə üçüncü formada dəyişilmir. Cleaned'i də qoyduq yerinə. Müəllim, o kökündə dəyişən feillər var, siz də atarsınız da. Hə, onları atarım sizə. Lüboy kitabların arxasında olur. İnternetdə də yazsanız ki, irregular verbs, yəni bir dənə yazın irregular verbs, o qədər çıxacaqdır ki, qabağınıza. Yazın irregular verbs. Yəni mən də sizə zaten oradan götürüb atacağım da o əzbər, hamının əzbər öyrəndiyi bir şeydir. Hamımız onu əzbərləmişik zamanında. Sonra baxın indi bura. Somebody cleaned the office yesterday. Yesterday bilirik da dünən deməkdir və dünən olan şey keçmiş zamandır. Keçmiş qeyri-müəyyən zamandır. Məlum növdə keçmiş qeyri-müəyyən zaman sadəcə indi qaydalı, qaydasız feillər var. Burada indi qaydalı feildir, cleaned. Və mən cümlənin tamamlığını gətirib qoyuram məchul növü mübtadəsi olaraq və yuxarıda cümlə keçmiş zamandadır deyə və ofis təkdədir deyə was qoyacağam. Və mütləq mən feilimi mütləq şəkildə üçüncü sıraya qoyma, üçüncü sıradakı feil kimi düzəltməliyəm.
Testlərin üzərində bir-bir də sizə təzədən başa salacağam. Sonra baxın, aşağıda verilibdir, təzədən bir də verilibdir. Sonra bura baxırıq indi. Bax, butter is made from milk. Yağ süddən hazırlanır. Bu yağ süddən hazırlanır. Bilmirik yağı kim süddən hazırlayır. Düzdürmü? Eləyən adam məlum deyil. Bu cümlənin müftadəsi olacaqdı. Məsələn, somebody makes. Düzdürmü? Somebody makes. Orada sıdı deyə, indi burada verməyiblər də. Mən məsələn məlum növdəki necə olardı onu deyirəm. Somebody makes. Belə variantı eləyəndə məchul növdə is made olacaqdı. Və yaxud da orange cəmdədir, düzdürmü? İndiki məchul növün indiki forması are, dalınca da P2. Sonra mən sizə burada nə izah edeyim? Uşaqlar, dəqiq fakt olan bir şeylər, məsələn, anadan olmaq sözü heç vaxt məchul növdə işlənilə bilməz. Və bunu yadınızda saxlayın. I was born in Berlin 1993 var, anadan olmuşam. Heç vaxt və heç vaxt anadan olmaq ifadəsini ya mən anadan olmuşam, ya o anadan olub, ya kimsə anadan olub, heç vaxt onu elə bir cümləni məchul növdə işlədə bilmərsiniz. Və yaxud da ki, sən harada anadan olmusan, ya anadan olmaq söhbətinə aid cümlələri məchul növdə işlədə bilmərik. Oldu mu? Sonra əgər cümlənin müftadəsi varsa, zaten o mümkün deyil ki, məchul növ olsun. Aha, bir dənə də şey sizə başa salım. Məchul növdə by deyən b-yı tərəfindən deyə bir söz önü var. Yəni ingilis dilində belə qəribə bir şey var. Gəlir deyir ki, telephone was invented, telefon kəşf olunubdur. Əgər sən onun kim tərəfindən kəşf olunmağını deyəcəksənsə, bu da məchul növ sayılır, ha. B-yı varsa, ha, by varsa, deməli bu məchul növdür. Çünki cümlə bura qədər gəlsəydi, the telephone was invented, telefon kəşf olunubdur. Bilmirik, düzdürmü? Məchul növdür. Siz narahat olmayın. Əgər kim tərəfindən kəşf olunmağı, nəsə də indi məsəl üçün deyirəm, bu cümlənin indi üzərində izah edirəm. Həmin adamın özünün adını veribdirsə şəxsin, bayına siz onu məchul növ kimi götürəcəksiniz. Bu cümlə məchul növdür, b-yı olacaqsa. Narahat olmayın, orada göstərəcəkdir kim tərəfindən icra olunduğunu. Hərəkətin bay olan məchul növdür. Bu belə. Sonra bircə dəqiqə, o birisini də qoyum. İndiki zaman, başa düşdünüz də indi. İndiki zamandan keçmiş zamanı başa düşdünüz. İndi mən sizə bunu da qoyacağam. Deməli, indiki zamanda yadımızda saxlayırıq. Is, are, üstə gələk P2. Keçmiş zamanda da was, were, üstə gələk P2. İndi bura baxırıq. Davam edici formalarda necə olacaqdır? Uşaqlar, davam edici formada, baxın, bu məlum növdür. Somebody is painting the door. Kimsə qapını rəngləyir. Bu məlum növdür. Məchul növdə kimsə qapını rəngləyir. Nəyi rəngləyir? Tamamlığımız qapınıdır. Qapını gətirib qoyuram məchul növdə, cümlədə lap başa, mübtədə yerinə. Və əgər məlum növdə cümlə indiki davam edici zamandadırsa, sən izi yazacaqsan, əgər təkdə indiki davam edici zamandadırsa, izi qoydun, əgər təkdirsə. O painting var, ha, bax bu feilin painting. Məchul növdə mütləq feili yenə də keçirdirsən P2-ya. Və bir dənə bir şey var. Əgər cümlə indiki davam edici zamandadırsa, ortaya mütləq being artırırsan. B-E-I-N-G. Deməli, indiki qeyri-müəyyən zamanda is, are, üstə gələk P2. Keçmiş qeyri-müəyyən zamanda was və üstə gələk P2. Əgər məlum növdə cümlə indiki davam edici zamandadırsa, is ya da are ortaya being girəcəkdir. Və feilini də yenə də P2 şəklində də yazırsan. Davam edicilərdə ortaya being girir. Şeylərdə isə, nədir bu? Passive voice-lərdə isə been girəcəkdir, been. Aha, indi bura baxırıq, bura baxaq. Baxın, my car is at the garage. Mənim maşınım qarajdadır. It is being repaired.
kimsə onu remont eləyir. Yəni baxın, burada it is maşındır da, düzdürmü? Məchul. Bax, elə sanki zekarı təsəvvür edin. It isin yerində zekarı təsəvvür eləyin. İndi zekar yazmır, it is yazıbdı. Məlum cümlədəki tamamlığı gətirib qoymuşuq müftadə yerinə. It is hal-hazırda, yəni onu kimsə remont eləyir, biz bilmirik deyə bu məchul cümlədir və hal-hazırda bu proses davam etdiyinə görə elə düzəltməliyik ki, cümləni indiki davam edici zamanın məchul növü olmalıdır və orada da ortaya being girir. İkinci cümləmizdə də orada houses cəmdədir deyə are yazıblar. Some new houses are being built opposite the park. Somebody is building them. Bir neçə yeni evlər parkla üzbəüz tikilir, proses davam edir deyə ona görə biz məchul növdə araya being yazırıq. İndiki qeyri-müəyyən zaman ilə почти что eynidir. Ha, baxın, is, repaired, are built. Prosto davam edici zamandır deyə əgər məlum növdə sizə yuxarıda cümlə veriləcəkdir. İndi testdə görəcəksiniz. Görəsiniz ki, davam edici zamandadır. İndiki zamanı düzəldirsiniz. Prosto ortaya da bir dənə being yazırsınız davam edicisini göstərmək üçün. Sonra deyir ki, compare the present continuous and present simple. İndiki davam edici zamanla indiki qeyri-müəyyən zamanı fərqləndirəcəyik. The office is being cleaned at the moment. At the moment nə deməkdir? Hal-hazırda, bu dəqiqə. Siz də əvvəlki biliklərinizdən bilirsiniz ki, 100% at the moment, now olanda indiki davam edici zaman olur. Müəllimə, Deyir ki, office, bəli. zamanları keçib sonra bunu keçmək olmaz ki. Zamanlar çoxdur. Axı mən zamanları sizə gərək nə qədər izah eləyim, onda vaxtımız çox gedəcəkdir. Amma məchul növ çox asan bir şeydir. Burada zamanları keçməyə ehtiyac var ki, yəni ən asan formadadır da. Qeyri-adi bir şey deyil ki, mən durum o boyda zamanı keçim ki, gələcəm məchul növə. O boyda zamanı mən tutarmalıyam ki, necə? Burada biz davam edici zamanı biz bilmirik. İndiki zaman başa düşdüm mən. Zamanlar çox. Davam edici zaman nəyini bilmirsən ki, əmizar feilin axırında ing olur. Всё. Belədir də davam edici zaman. Əmizar üstə gələ feilin sonunda da ing. Всё. Davam edici zaman budur. Bir dənə məchul növünü düzəldəndə sən yuxarıda görəcəksən ki, is feilin daxırında ing. Sən yenidən bu izi qoyacaqsan, düzdür? Məchul növ necə düzəlir? Feili P2 3-cü sırada qoyursan, bir dənə ortaya being yazırsan. Всё. Burada ehtiyac yoxdur. Mən sizə zamanların hamısını keçim, o qədər vaxt keçsin. Zamanlardan da bir dənə düşə ya da düşmür, amma məchul növdə 100% düşür. Yenə də narahat olmayın. Nəyi başa düşmürsünüzsə, deyin izah eləyim ay uşaqlar. Bax, at the moment bu dəqiqə deməkdir. Nəsə bu dəqiqə icra olunursa, o proses davam edir. Yəni bu dəqiqə baş verir. The office is being cleaned at the moment. O deməkdir ki, bunun məlum növü belə olacaqdı. Somebody is cleaning. Is cleaning. Sən məchul növdə izi qoyursan yenə də yerinə. Cleanedini də düzəlt, cleaning sözünü, feilini mütləq keçirdirsən 3-cü sıraya. Bir dənə ortaya being artırırsan davam edici zamanlarda. Müəllim, onun məhsul növdə, hə? Bəli. Məhsul növü. Bax, being ortaya being girirsə, ha, bu indiki davam edici zamanın məchul növüdür. İndiki davam edici zamanın məchul növüdür. Amma indiki qeyri-müəyyən zamana baxın. Is feili də id-yə çeviribdir. Bunun da məlum növü bilirsiniz nə olacaqdı? Somebody cleans the office every day. Şeyin üstündə nədir bu? Testlərin üzərində sizə daha ətraflı başa salacağım. Uşaqlar, evdə mütləq Gülnara Umudovadan səhifə 256 yazın. Səhifə 256-dan oxuyacaqsınız. Evdə mütləq oxuyun, ha. 261-ə qədər. Çünki orada lap belə incəliklər var. 256-da. Bir dənə yadınızda saxlayırsınız. Deməli, məchul növdə
B-yı yazanda, bay yazanda. Bay canlılara aid olur. Viz isə cansızlara aid olur. Bir dəqiqə. Mən bütün kitabı sizə şey eləmək istəmirəm. Nə vacibdirsə onları sizə burada keçəcəm. Nə vacibdirsə onları izah eləyəcəm. Buna baxın, bu cümləni sizə indi burada bir dəfə də oxuyum. Nə vacibdirsə onları deyəcəm. Bir dənə buna baxın. Düzdür. Məlum növü mübtadəsi ya tamamilə cümlədən silinir, ya da canlılara sözlə birləşə obyekt formada. Bu heç bayaq izah elədiyim şeydir. Prosta burada elmi dildə yazıblar. Bir dənə burada siz yadınızda saxlayırsınız ki, bax, ana uşağını yedizdirir. Ana burada canlı olduğuna görə ana tərəfindən deyəndə bay deyəcəksiniz. Amma ki, cansızlar olanda bay demək olmaz. Viz deyəcəksiniz məchul növdə. Colorful toys decorated Christmas tree. Christmas tree is decorated with colorful toys. By colorful toys deyə bilmərsiniz. Siz test eləyəndə birdən sizə bayın yanında cansız düşsə, variantı silin ki, səhvdir. Vizin də yanında canlı, viz məchul növdə olan cümlələr daha məchul. Vizin də yanında canlı isim düşsə, deməli o variant səhvdir. Bax, ən vacib olan şeylərdən biri budur. Bunu yadınızda saxlayın. Aha. Sonra. Bunu bir dənə elə belə çəkim. Sonra yadınızda saxlayın ki, bu əmizanı sizə dedim, vozvönü dedim, davam edicilərin hamısını dedim sizə. Bir də shall-lə will var. Bax, onu vərəqinizdə qeyd eləyin. Shall, will olanda gələcək zamanda onun yanında da be yazın. B-e. Onsuz da kitabı oxuyacaqsınız. Dərs vermişəm sizə. Yenə də deyirəm ki, bir konspekt kimi düzəldin. Shall-in, will-in də yanında be olur. Be, shall be ya da will be feili də 3-cü sırada düzəldəcəksiniz. Sonra modal feillər məchul növdə modal feilin yanında be olacaqdır. Be. B-e. Sonra sizə bir dənə çox vacib bir şey deyirəm. Testlərdə ən çox düşən bir şey. Bunu çəkim, test sizə göstərim. Bax, buna diqqət edirsiniz. Uşaqlar. Bir dəqiqə gözləyin. Kitabdan çəkirəm zaten, narahat olmayın. Onsuz da özünüz oxuyacaqsınız oraları. Prosta xırdalıqlar deyirəm. Baxın, əgər məchul növdə have, has, had, onsuz da bir-iki have, has, had harda gördünüz? Sizə bayaqlarım dedim, bitmişlərin yanında bin yazın. Feili sifət 2 deyil. Yəni, feili sifət 2 bilsiniz hansıdır? 3-cü sıra. O deyil. Sifət zərf gələrsə, heç vaxt bu cümlə məchul növdə ola bilməz. Baxın. The weather has been frosty. Siz narahat olmayın ki, baxın, burada has var, been gördüm. Bu cümlə məchul növdədir. Yox, bu cümlə məchul növdə deyil. Burada indi sizə xırdalıqlara getmirəm ki, bu bin orada niyə gəlibdir da. Prosta siz yadınızda saxlayın ki, have, has'dən sonra sifət gələrsə, o cümlə məchul növ deyil. Çünki məchul növdə necə olmalı idi? Have, has'dən sonra feil gəlməli idi da, düzdürmü? Feili siz düzəltməli idiniz 3-cü sırayla. Burada have, has'dən sonra gördünüzsə sifət gəlibdir. O binə görə uşaqlar bir də qaçıb oxumurlar, kuruqluyurlar ki, bu məchul növdür. Xeyr, have, has'dən sonra əgər sifət gələrsə, binə aldanmayın. O cümlə heç vaxt məchul növdə ola bilməz. O cümlə məchul növ deyil. Bunu yadınızda saxlayın. Bu düşür. Sonra ən vacib qaydalardan biri. Bunu da deyim, testə keçirik. Oxuyacaqsınız, uşaqlar, mütləq oxuyun. Mənim bu izahımdan əlavə orada başqa xırdalıqlar da var. Onu mütləq oxuyun özünüz evdə. Bir dənə də bunu izah edeyim. İndi buna baxın siz. Qayda 6-ya baxın. Sual sözlərinin düzəldilməsi necə olur?
Əgər qabaqda sual sözü varsa, who ya da by whom falan deyil, nəsə də sual sözü, sual əvəzliyi varsa, ondan sonra köməkçi feilinizi qoyacaqsınız. Ya was, ya were. Dalınca mübtədəni qoyacaqsınız, sonra xəbəri qoyacaqsınız. Bəzən testlərdə bilirsiniz necə var bunu? Who the picture was painted by. Was-u gətirib qoyurlar feilin yanında. Was painted by məsələn. Uşaq da götürür, həmin dəqiqə onu kruq eləyir. Amma qayda olaraq belədir. Sual sözü gəlir qabaqda, sonra köməkçi feil. Bu həmin was ilə ya əmiza ilə ya shall will ilə belə deyək də, xəbərin arasına mübtədə girəcəkdir. Yan-yana olmaz da, yəni. Yox, ən çox Eminli düşən sual test budur və bəli, və hamının da səhv yazdığı şey bu olur. Siz uşaqlar çaşırlar, bu vozve var, vozveni gətirirlər, qoyurlar məchul növ kimi elə bir painted by-in yanına. Onları yan-yanaşı qoyurlar. Axı elə öyrəniblər ona görə. Bir dənə sual söhbətində, sual cümləsində elə bir bu köməkçi feillə xəbərin arasına mübtədə girəcəkdir. Ən lazım olan qaydalardan da biri buydu. Sonra bir də ki, məsələn, aşağıdakı düşür çox vaxt dimdə. Baxın bu. Have you sent the letter? Had the letter been sent? Heç vaxt has been the letter sent yaza bilməzdiniz. Yenə də deyirəm, köməkçi ilə feilin arasına mübtədə girməlidir. Uşaqlar baxın səhv elədiyi budur. Has been, məsələn deyirlər ki, onlar bir yan-yanaşı olurlar da, elə də götürürlər, olmaz. Köməkçi ilə xəbərin arasına mübtədə girəcəkdir. Yuxarıdakı məlum növdür, aşağıdakı məchul növdür cümləmiz. Bir xeyli məlumatınız oldu uşaqlar, məchul növ necə olur? Xeyli məlumatınız oldu. Testə keçirəm mən biraz. Hə, bu testi götürürəm elə, bir dəqiqə. Biraz testlərin üzərində özüm izah eləyəcəm, evə amma çoxlu verəcəm testi. Bircə dəqiqə gözləyin, tapın məchul növü. Biraz level'ı aşağı test verəcəm ki, birdən-birə çətin test versəm, şaşarsınız. Bircə dəqiqə görün. Passive voice, okay. Sınav yürüdü, kuzuç. Çəkirəm. Aha. Ekrana qoyun. Testimiz. Gəlin indi bunu eləyək. 10 dənəsini mən başa salacağım. Sonra verəcəm ki, özünüz eləyin. Aha. Gəlin, baxaq. Yaxınlaşdırım istəyirsiniz. Biraz buranı belə yaxınlaşdıraq ki, yaxşı görəsiniz. Başladıq. Deməli, birincisi. Deyir ki, choose the correct sentence in the passive voice. Düzgün məchul növdə olan düzgün cümləni seç. Həmişə sizə nə edəcəklər? Məlum növdə cümləni verəcəklər uşaqlar sizə. She spends feilin sonunda nə var? S var. O dəqiqə nə edirəm? O dəqiqə nə edirəm mən? İndiki qeyri-müəyyən zaman axtaracam. A variantını çıxıram ki, orada has var. B variantını çıxıram ki, was var. C variantını ona görə çıxıram ki, cümlənin mübtədəsi var. She ilə məchul növ olar. D ilə məchul növ olar. She ilə məchul növ olar. Ona görə D də çıxdı. Və bir də Y variantı olacaqdı. Y. Və deməli cümləni elə tamamlığını tapmamış tapa bilərsiniz də siz variantı. Bir deyəndə cümlənin tamamlığına baxaq. She spends a lot of money. Çoxlu pul xərcləyir. Çoxlu pul xərcləyir. Nəyi xərcləyir? Pulu xərcləyir də, düzdürmü? A lot of money-ni qoyuruq mübtədə əvəzi və cümlə qeyri-müəyyən zamanda olduğu üçün is spent. İkinciyə keçirəm. 2. My brother washes the car every week.
Deməli cümlə hansı zamandadır? İndiki qeyri-müəyyən zamandadır. A variantını çıxıram was var, C variantını çıxıram has var, Y variantını çıxıram being davam edici zamanda. Axı yuxarıda məndə davam edicilik bir şey yoxdur. Qalıram B variantı ilə D arasında. D də heç vaxt ola bilməz, məlum növdə cümlədir. Bu mənim qardaşım bilir kimdir. B variantını görürsünüz. Zekar olubdur məchul növünün mübtadəsi. Zekar if is washed every week. Görürsünüz necə asandır? Yəni bu məchul növü mən sizə başa salmaq üçün durum o qədər zamanı sizə vaxt ayırım, keçim ki, nə var məchul növü başa salacağam. Olmur axı elə şey. Üçüncüsü, passive voice yenə də eləyirik. Deməli, my sister writes. Burada çoxu gedir indiki qeyri-müəyyən zaman. Bircə dəqiqə. Teach English. Burada hamısı görün bir dənə onu da indiki qeyri-müəyyən zamandır. Bəli. Gəlin mən sizə biraz da başqa evriyə. Bu sınaq şeyə aiddir. İndiki qeyri-müəyyən zamana aiddir. Biraz da başqasından elətdirim sizə. 3-də D oldu müəllim. Hə. Biraz da bu birisindən elətdirirəm uşaqlar. Onun hamısı, o sınağın hamısı indiki qeyri-müəyyən zamanda. 3 dənəsini dedik, bəsdir də. Elə eləyək ki, hamısından olsun. 10 dəqiqədən sonra sönəcəkdir, tez qoşulun ha dərsimizə yenə də. İndi bura baxırıq. Dən yüklənsin. Aha. Mən də kitabımı belə qoyum. Deməli, buranı yaxınlaşdırıram. Baxırıq. They painted. Deməli, cümləm hansı zamandadır? Keçmiş zamandadır. Keçmiş zamanda olan kimi C variantını çıxıram has var. Y variantını çıxıram is var. Düzdürmü? D variantını da çıxıram ki, been olar ancaq have, has, hadin yanında. Ona görə D variantını da çıxıram. A variantında ona görə çıxıram ki, məchul növ Z ilə başlaya bilməz şəxs əvəzliyinə. Ona görə də B variantıdır. Fins təkdə olduğuna görə was götürəcəm. 2-yə baxırıq. Kate broke. Breaking keçmiş zamanı broke'dur, düzdürmü? Və cümlənin axırında yadınızda saxlayın. Yesterday, ago, belə şeylərin hamısı keçmiş zamandır. İnşallah vaxtımız olursa zamanları elə başa salaram ki, zamanlar qətiyyən çətin dərs deyil, narahat olmayın. Deməli, keçmiş zamandırsa, ay sağ ol. C variantını çıxıram ki, Kate zaten cümlənin məlum növündə də Kate var. Onun məchul növünə nətər qoya bilərəm? C variantını çıxdım. D variantını çıxıram ki, is indiki zamandır. Y variantını da çıxdım ki, has olmaz. Deməli, B variantını da çıxırıq ki, Adı mənim. has, hadin yanında olar. Başa düşdünüz uşaqlar? Bir dənə də 3-ə baxaq. Ya da görüm, məsələn, buradan. D, Y. Aha. Gəlin Müəllim, biz məsələdə binin nə zaman işlədirdi? nəyi Yəni orada bini? çalışıram. Bəli, bəli. B, E-ni ancaq have, has, hadin yanında. Ha, sadəcə Bu have, has, ondan sonra hədin ya. gələndə bin işlədirik. Bəli, bəli. B, E Anladım. olanda isə shall'in will'in yanında olur, bir də modal fe'llərin yanında olur. B, E. Anladım mənim, çox Buyur. Bax, indi məsələn 9-a baxaq. Yox, o birislərin hamısı eyni gedir, ona görə şey eləmirəm birdən. 9-a baxırıq. Terrorists destroyed the World Trade Center in 2001. Deməli, cümlənin məlum növdə cümlənin tamamlığı nədir? The World Trade Center. Düzdürmü? Mən Dünya birinci ildə Ticarət mərkəzi. terroristlər Aha. ticarət məcəlini dağıtmışdım. Bəli. Deməli, cümlənin tamamlığını The World Trade Center-i mütləq qoyuram nədir? Mübtadə yerinə. D variantını həmin dəqiqə çıxıram ki, o məlum növdəki mübtadəni ilə təzədən işlədiblər. Həmin dəqiqə D-ni çıxıram. D də Sonra orada. cümlə keçmiş zamandadırsa, A variantını çıxıram will'dir. B variantını çıxıram ki, B, E-ni have, has-in yanında olar. Aha, Y variantını da çıxıram ki, cümləni indiki zaman C-dir məchul də mənim. növündədir. Cavab C-dir. Başa düşdünüz? Qoy görün biraz da indi başqa şeydən də, zamanlardan da tapım sizə.
Biraz da bu zamanlardan eləyək. Bircə dəqiqə. Sonra biraz çətin testlərdən verəcəm. Aha. Şimdi mən sizə nədir bu məchul növ düşsə eləyə biləcəksiniz inşallah imtahanda. Aha. Hə. İndi biraz da bundan eləyək. 135-ci sınağa baxaq. Getdik. Deməli, the manager will sign. Will'in yanında həmişə nə olur? Be olur. Düzdürmü? A variantını həmin dəqiqə çıxırıq ki, BC yoxdur. Sonra D variantını çıxırıq ki, cümlə feili düzəltməyiblər düzgün formada. Signed eləməyiblər. 3-cü sıra ilə D variantında çıxıram. Sonra Y variantında çıxıram ki, indiki qeyri-müəyyən zamandır. Amma bizdə də yuxarıda will idi. Qalıram B ilə deməli nəyin B ilə C-nin arasında. Düzdürmü? Axı shall, will ilə be olmalıdır. B variantında B manager olacaqdır. Bəli, çünki orada manager əgər mən onu işlədəcəmsə by qoymalıyam. Hə, gözüm belə şey oldu, qarışdı uşaqlar. Zaten C variantında the manager olmaz axı məchul növdə mübtədə. mübtədanı baydan sonra işlətmək olar da cümlənin sonunda. Mübtədəni deyəndə ki, işi kim icra eləyir onu. İşin Baydan kim sonra tərəf... istifadə etmək olar da. Bəli, bax, baydan sonra qoyacaqsan canlı isimləri, vizdən sonra əgər cümlədə məsələn, bayaqlarım göstərirdim, cansız isim varsa, onda ondan viz qoyacaqsan, bay olmaz. Məsələn, şəkil rəngli karandaşlarla rəngləndi. Başa düşdünüz? With colored pencil deyə bilərsən, by colored pencils deyə bilmərsən. Və belə şeylər. Sonra 2-yə baxırıq. Yenə də A variantıdır müəllim. bəli, A variantıdır. 3-də C variantıdır, düzdürmü? Asandır, 3-də C-dir. Bəli müəllim, sadəcə olaraq hələ baxırıq, odaklana bilirik. Hə, görüm biraz da başqa testlər varsa, oradan da atım. Onlardan da. Aha, gəlin biraz da davam ediciyə baxaq. Gəlin biraz da davam ediciyə baxaq. Dəqiqə qoyuram. Biraz da davam edicidən baxaq. Bax, cümlənin zaten siz narahat olmayın. Bayaqlarım Əli deyir ki, müəllim biz zaman olsa onlar sizə ay uşaqlar cümləni hazır formada verirlər də. Yəni onsuz da zaten o sizə göstərir də cümləni hazır variantda. Siz onu məchul növə çevirəcəksiniz. Is washing. Sadəcə bilin ki, əmizə üstə gələk ing davam edici zamandır. Və mən sizə demişdim davam edici zaman görən kimi being götürün. Being. Bir dənə də bax belə baxan kimi görürük ki, A variantıdır. Düzdürmü? B variantı ona görə ola bilməz ki, cümlə feilin arxasında ing varsa, o dəqiqə ortaya being salın. O da D variantı ilə A variantındadır. D variantı da ona görə olmaz ki, cümlə keçmişdə deyil, indiki qeyri-müəyyən zamandadır. Və əgər the car is being washed olsaydı, o səhv olardı, ha. Wash'un arxasında ed yazmasaydılar, o səhv olacaqdı. Yəni məchul növün qaydası belədir ki, feili sən mütləq to-ya çevirməlisən 3-cü sıraya. Feilinizi mütləq dəyişin. Sözü görün. Sonra 2-də they are building cümlə davam edici zamandadır. A A new variantı. stadium. A new stadium. Yox, çaşdın sən. Ar var axı orada. Ar olan yerdə voz qoymaq olar, Gültac. Cümlə indiki davam edici zamandadır. Və cümlənin Mən tamamlığı qarışmır. A new stadiumdur. A new stadiumdur. Qoyuram mən D məlum variantı. deməli olacaq da is being built D variantı. Əgər yuxarıda Gültac was ya da were building olsaydı, sən dediyin olacaqdı. Was being built olacaqdı. Sonra 3-ü mənə deyin görüm. 3-ü deyin uşaqlar.
Tez olun. A Elmar müəllim. 3 nədir? A. Bəli, 3 də A-dır. Var. Sonra Elmar tez 4-ü denən mənə Elmar tez 4-ü. B bəndidir. Bəli. Sonra Əli 5-i denən. Tez. D variantı. C. C variantı. Hə, çaşdım. C. Sonra kim var burada? Bir dənə bax. Uşaqlara A. Səmra da var. Səmra bircə dəqiqə. Səmra onu denən mənə onu. Onda arada Tez. çeşitleri sınıfı həzbi Cümlə vozvö iləndir. C Keçmiş deməli. C. Yox, Səmra necə C ola bilər? Səmra D yuxarıdan variantı həz müəllim. D variantıdır. Səmra yuxarıda axı həz yoxdur ki, sən həzi düşürdürsən aşağı. Yuxarıda hansı zamandırsa onu düşürd aşağı. Səmra sən zaman dəyişə bilməzsən.